Nefrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız. Güllere gark olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Yerdi köksünüzü namert güllesi, dondu dilinize vatan nevmesi. Dindi yanaları ahun alesi, akar gözlerinin yaşı şehitler. Heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Köçüp yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz. Köçüp yüreklerinde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler?
etdiyi kimi bizə onlara kömək edirik, tədbiri burada keçirməyimizə nail olacaq. Bugün bu yığışmamızın məqsədi Birinci Qarabağ müharibəsi şəhidi, hərbi həkim, baş leytenant Allahverdi Hikmət Əsədoğlunun xatirəsini yad etməkdir. Allahverdi Hikmət Əsədoğlunun xatirəsini həsr olunmuş tədbirimizi açıq elan edirəm. Birinci növbədə istərdim ki, Cəbrayıl rayonu İcra Başçısının müavini Fərdən xanıma sözü verək. Fərdən xanım sözlərini bildirsin, ondan sonra tədbirimizi davam edək. Hörmətli Qəmdən Mərdiyev, hörmətli şəhid ailələri, şəhidlərimizin doğmaları, yaxınları, hörmətli qazilərimiz, əziz qonaqlarımız. Mən də sizin hamınızı Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Kamal müəllimin adından salamlayıram. Hər birinizə xoş gördük deyək. Qeyd etmək istəyirəm ki, qəhrəmanlıq bizə tariximizin dərin qatlarından gəlir. Ana yurdumuz Azərbaycan hər zaman qəhrəmanlar diyarətini tanınırdır. Hikmətə, bütün şəhidlərimizə, Hikmət kimi qəhrəman oğulları dünyaya gətirən Əsəd müəllimə, Mənzər anaya Allahdan rəhmət diləyirəm. Başqa ali komandan olmaqla Allah qəhrəman vətən övladlarını qoruyur. Məsələn, mən Hikmət haqqında oxuyanda bir daha sizinlə gülür hissi ilə doldu. Respublikada 5 hərbi həkimdən biri olur və mən onun xatirələrini oxuyuram. O təkidlə cəhdiyə qaynar xəttə getməyinin arzuluyubdur, istəyi də olubdur. Hikmət kimləri, yəni bizim şəhidlərimiz çoxdur. Onlar qəhətlərində vətən boyda sevgi gəzdirirlər. Elə bu sevgi ilə də dünyalarını dəyişirlər. Sanki rəhmətli İsayalı bizim böyük şairimiz bax, belə oğulların vətən sevgisini nəzərə alır və o sevgini aşağıdakı səmimi sözlərlə bildiribdir. Bəlkə də borcundan çıxmadım vətən, ömür bahar deyil bir də var. Öləndə boynunda qoy ölüm ki mən, sürgün bir oğuz torpağımdır. Diqqətinizə görə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin. Azərbaycan üçün şəhidlər təkcə bir döyüşçü yox, milli qürurun, xalq həmrəyliyinin, torpaq sevgisinin canlı təcəssümüdür. Və bugün bu cür ali mərtəbəyə çatır. İstərdim ki, Rəşad müəllim öz və sözlərini bizimlə paylaşsın. Əvvəla hər birinizi Milli Məclisin deputatı Ceyhun Məmmədovun adına, sonra öz adına salamlayıram. Xüsusən şəhidimizin ailə üzvlərini. Açılı şəhid tədbirləri bəzi tədbirlərimizdən seçilir, böyük məsuliyyət tələb edir. Mənim yaşım o dövrə çatmadığına görə, ancaq mənim bəxtim onda gətirib ki, mən Milli Məclisdə deputat Ceyhun Məmmədovun köməkçisi adı altında şəhid ailələri ilə, qazilərlə yaxından ünsiyyətdə olmuşam. Mən onlara təşəkkür edirəm ki, o keçdikləri döyüş dövründən məni də məlumatlandırdılar. Mənim üçün çox məsuliyyətli şəhid haqqında danışmaq. Layiq görüb dəvət etdiyiniz üçün də şəhidimizin ailə üzvlərinə təşəkkür edirəm. Çünki burada indi mən hal-hazırda çıxış edirəm. Çıxış edənlər də olacaq, olmayanlar da olacaq vaxta görə. Amma çıxış etməyənlərin adından deyirəm ki, hər birimiz üçün şərəfdir, şəhid tədbirində iştirak etmək. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. İndi ruhları şaddır. 44 günlük müharibədə şəhid olanlar, qazi olanlar, bu örnəyi 90-cı ilin şəhidlərindən, qazilərindən götürürlər. Onlardan fərəhlənirlər. Həqiqətən də böyük məsuliyyət hissi keçirirəm. Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Tədbirin təşkilatçısı olan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısına, başda olmazlar, Kamal müəllim başda olmazlar, bütün işçiləri, işçi heyətinə, Cəmil Əhmədov adına məktəbin həm direktoru Siraz müəllimə, Minə müəlliməyə böyük təşəkkürümü bildirirəm.
Bir daha Allah'tan şəhidlərimizə rəhmət diləyirəm. Çox sağ olun. Azərbaycan tarixinin ən faciəli və qəhrəmanlıqlarla dolu dövrlərdən biri Qarabağ müharibəsi dövrünə təsadüf edir. 1988-ci ildən etibarən başlayan, 90-cı illərin əvvəllərində daha da alovlanan bu müharibə Azərbaycan xalqı üçün əsl sınaq və milli həmləyə dövrü oldu. 10 minlərlə insan bu mübarizədə könüllü olaraq cəbhəyə yollandı. Minlərlə oğul və qızımız torpaqlarımızın müdafiəsi uğrunda canından keçdi. Deməli, müxtəlif birliklər və ictimai birliklərin rəhbərləri iştirak edirlər. Söhbətin bu yerində istərdim ki, ilk əvvəl yaranan Qarabağ Qazilər Birliyinin Azərbaycan Respublikası Qarabağ əhaliləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Cəbrayıl rayon şöbə sədri Səbu Hüseynova verir. Ayrıca ve hürmetli şehir ailelerimiz, dövüşümüz ve rayon sakinleri. Bugünkü kahramanımızdaki hakkında bu tercih yanarı erseylerin gözü önündeki kamuoylarına. Bu tercihde ve yolun tercihine teşekkür ediyorum. İster işleyeni, ister mahalleyeni. Bugün bir kahramanımız başlayılan Allah verildiği hikmet hakkında 60 yıllık yüreğim toplaşmışım. Ve hikmetimizin bugünkü bu toplandığımızı hissediği için şehitler ölmüş, şehitler evvelde yaşandı. Ve biz onun aramızda bir kahraman gibi alırız. Çünkü hikmetin kahramanlığı dövüş bölgesinde hikmet aparmağından əlavə hikmet birçok qazilərə can verir. Birçok yaralıları həyata qaytarır. Bəlkə də mən deyərdim ki, ondan öncə şəhidliyə uzalan hansı ki dövüşçü qardaşlarımızın sağ qalması üçün çox fədakarlıq edir. Bir neçəsi deyək həyata qaytarır, elə sol həyata qaytarmaq mümkün olmuyor. Və mən şəkillərin içində bir şəkil mənim diqqətimi çəkdi. Burada palatda şəraitində, səhərə şəraitində qarşısında duru şəkil çəkdi. O zaman, o dövür nə döyüş asandır. Çünki indiki maddi bazı yoxdur. Nə də yaralılıq qəbul edib, ona ilk yarını göstərmək də asan deyil. Hələ 93-cü ildə mərkəzi hospitalda həmin Qaracaqlı kəndindən olan mənim müalicə həkimim olub, Rafael Əhradov. O bizi hələ Bakı şəhərində qarşılayanda indiki kimi tibbi personalın hər bir təminatı yox idi. Şəhid olub, böyük bir qəhrəmanlıq göstərir. Birinci savaşda həqiqətən Respublikanın digər rayonlarında olduğu kimi Cəbrayılın da müxtəlif kəndlərindən şəhidlər vermişik. Bugünkü günə çox şükür ki, Vətən müharibəsində şəhid gələnlər ailəyə, şəhidin yaxın qohumunun çox, deyərdim ki, bütün ictimaiyyət, bütün rayon rəhbəri, bütün rayon cəmaatı öncədən o həyətdə olurdu, bu ailəyə bir dəstək olurdu. Biz elə bir Azərbaycanlı günlərdən keçmişik ki, həqiqətən də bunu nə qədər kitablara da yazsaq, lentlərə də yazsaq, biz doğrudan da dözümlük aldıq. Biz dözümlük aldıq və rayonun işğalda olduğuna baxmayaraq, hər bir şəhidimizi də alınır, hər bir şəhidimizin doğum günü, şəhidində yüksələn günü, bax belə bu adı nəzərdə olsun edir. Bu günlərə çox şükürlər olsun ki, cəbhələrimiz azaltdı, cəbhələr artıq 3-cü yaşayış məntəqəsinə köçməşdir, şükürlərə. Mən əminəm ki, rayondakı bu kəndlərimiz bərpa olunca, hər bir məktəbində, qruplarında bax bu şəhidlərimiz hər ay alınacaq. Çünki hər ay bir gün doğum günü olacaq, şəhidimizə yüksələn gün olacaq və biz orada toplaşıb onları alacaq. Bu bizim üçün böyük bir şərəf. Mən yaxın bir neçə gün bundan qabaq Ağdərə rayonunda bir şəhid anasının Cənab Prezidentdən etdiyi söz xatırlatması
mənim oğlum şəhid oldu, sizlər mənim əmanət qoyun. Bəli, şəhidin valideynləri, şəhidin əzizləri, onlar şəhiddən bizə qalan əmanətlərdir. Biz onların əmanətlərini hər an hörmətli gəlirməliyik və onun yanında olmalıyıq. Hər bir şəhid ailəsinin qarşısında baş əyirəm. Allah sizləri qorusun və bu dünyası haqqında danışdığımız qəhrəmanın haqqında sultalarla danışmaq yorumlarıq və bizim onu da həyat yolumuz, 27 həyat yolum öyrəndim. Baxırsan ki, böyük fədakardır. Geridən bu hansı ki, səhnədə olan filan balalar var. Bax, onların bu tədbirə qatılmanı məni çox sevindirir ki, bu unudulmayacaq, uzun sürəcək qəhrəmanları yaşayacaq. Çox sağ olun, əzizim. Sağ olun, hər birinizə təşəkkür edirəm. Tədbir üçün kim əməli olsa, Allah kömək olsun. Hörmətli qonaqlar, söhbətin bu yerində istərdim ki, Dilək qızımızın adını çəkin, Rabilə Rıdvanlı. Şəhidlik haqqında, şəhidlərimizi həmişə sosial şəbəkədə xüsusi olaraq işıqlandırır. Dünən axşam Rabilə Rıdvanlının Allahverdiyi Hikmət Əsədoğlu'nun xatirəsinə əsr olunmuş doğum günü ilə əlaqədar olaraq böyük bir yazı çıxdı. İnşallah yəqin ki, həmin səhifəni oxuyanlar, izləyənlər o yazını oxuyacaqlar. Və o ürəyin sahibi olan bir xanımı istəyirəm mikrofona dəvət edeyim, ürək sözlərini sizinlə bölüşsün. Xoş gördük hamımızı, Allah bütün şəhidlərimizə rəhmət eləsin, o cümlədən hikməti görməmişəm, mən onu bu yaxınlarda tanımışam, hardasa haqqında bir ay bundan qabaq öyrənmişəm. Onun gündəliyini mənə verəndə tanıdıqca, oxuduqca həm xoş oldu ki, fəxr elədim ki, belə bir həmliyimiz olur, belə bir fikirimiz olur. Həm də inanırsınız, tam səmimiyyətlə deyirəm, düşünəndə ki, əlimdə tutduğum gündəliyi bir şəhidin əlləri dəyib, bir şəhid yazıb bu gündəliyi sözün həqiqi mənasında elə bir əllərimə bir istilik keçdi, bir odalıq keçdi, əllərim belə alışdı. Əvvəlki 3 cümləsini oxudum, sonrasını oxuya bilmədim. Sonrasını deyil, özüm təsəvvür elədim ki, o necə olur. Dedim, təbii ki, siz də o yalanı yaşamış adamsınız, yaşamış bazısan, ona görə daha çox çətin oldu sənə. Bilirəm ki, oxuyanlara da elə ağır olacaq. Necə ki, mən yazdıqca içimdən keçirdim, oxuyanlar da onu içimdən keçirəcək. İndi mən Hikmət haqqında danışmaq mənə düşünür, dediyim kimi, tanımadığım kimi, onun qəhrəmanlığının haqqında söz demək də, yəni bir qüdrət tələb edir. Amma mən ona görə də elə yazdığım, yazı haqqında danışdığım, o təəssüratlarını bölüşdüm sizinlə. Tədbir təşkilatçılarına çox-çox təşəkkür edirəm. Nə qədər şəhidlərimizi yada salsaq, onlar haqqında tədbirlər keçirsək, yeni nəsil o qədər onlar haqqında çox məlumatlı olar və həm özləri ilə, yəni belə bir xalqın nümayəndələri olduqları üçün özləri ilə fəxr edir, həm tarixləri ilə fəxr edir və bunu yeni nəslə ötürmək, onlarda o durum hissini yaşatmaq çox vacib. Çox sağ olun, təşəkkür edirəm ki, vaxtınızı aldın və təşəkkür edirəm tədbir təşkilatçılarına, bütün şəhidlərin və şəhid ailələrinin, qazilərinin qarşısında baş əyir. Ölüm faktır deyirlər. Amma digərlərdə çoxumuz bir gün bu dünyadan köçəcəyimizi düşünüb kədərləndirir. Fransız yazısı André Bardus'un təbirincə desək, ölmək qorxulu deyil, sağ için yaşamaq qorxuludur. Hikmət Allahverdinin şəhidliyi şuurlu, dərk olunmuş, müqəddəs ölümüdür. Şəhidliyin qəhrəmanlığının məkanı zamanı olmur. Hikmətin igidliyi, qəhrəmanlığı heç vaxt unudulmur. Çünki vətənin böyüklüyü onun silahlı vətəndaşlarının böyüklüyü ilə ölçülür. Şəhidlər də dövrümüzün əsl qəhrəmanlıq, igidlik, cəsurluq simvoludur. Söhbətin bu yerində istərdim ki, Azərbaycan Respublikası şəhid ailələri və müharibə veteranları İctimai Birliyinin Cəbrayıl rayon şöbə sədri Səməd müəllimə söz verəyəm və işləyib sənə. Allah olsun şəhidlərimizə, Allah şəhidlərimizə rəhmət eləsin və qəhrəman şəhidlərimizin haqqında yoldaşlar, qardaşlar, yaxınlarımız danışdı. Bugün biz şəhidlərimizdən nə qədər danışsaq da azdır. Mən deyərdim ki,
her zaman, her an biz onları ansaq, bir ömür boyu biz qəhrəman şəhidlərimizi borçluyuq. Bu günü bizə azadlığımızı yaşadan qəhrəman şəhidlərimizdir. Birinci Qarabağ Savaşında olan dostlar, qardaşlarımız da çoxdur. Ona görə də Birinci Qarabağ Savaşının Cəbrayıl rayonunda, batalyonunda, ordusunda 722 nömrəli en sayılı hərb hissəsində nömrəsini qoyan, betonun qoyan belə də uşaqlar, döyüşçülər, veteranlar, qazilər buradadır. Heç vaxt unutmayaq. Deyəndə istər kənarda, istər daxildə, hara geçsək də şəhidlərimizi hər zaman anaq, unutmayaq və onu hər zaman təbliğ edək. Maarifləndirmə işlərimiz güclü olsun. Şükür Allaha Cəbrayıl rayonunda hər zaman icra hakimiyyətimiz tərəfindən, məktəblərimiz tərəfindən, ictimai birliklər tərəfindən hər zaman qəhrəman şəhidlərimizi anırıq, yadda saxlayırıq. Onlar hər zaman bizim qəlbimizdə, ürəyimizdə yaşayacaq. Axı biz gözümüzlə görmüşük, Birinci Qarabağ Savaşında təminat yox idi, hər kəs bilir. Çətinlikdir, ərzağı yox, geyini yox, ayaqqabısının biri başqa, biri başqa. Bugün bunu demək lazımdır. Çox çətinliklə, o boyda çətinliklə biz əlimizdən gələni etdik. Və bizdən sonra davamçılarımız, qardaşlarımız, yaxınlarımız bizə bu zəfəri yaşatdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Mən Allahdan səbir diləyirəm sizə, yaxınlarınızı, qənimət mənim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sağ olun, var olun. Bu məclisdə eyni zamanda Qarabağ Qazilər Birliyinin sədri İhtiyar Məhdud iştirak edir. İhtiyar Məhdud. Salam hörmətli tələb iştirakçıları, əlinizi salamlayıram, Allah salamlısı sizlərə. Allah cəm şəhidlərimizdən rəhmət eləsin, bəşcanlara cənnət məqamları uca olsun. Burada məndən öncə danışanda Hikmət bəy haqqında məlumat verildi. Bəli, Hikmət bəy o vaxtki Azərbaycan ordusunun təzə yaranmış vaxtı bizdə zabit kadrların çaşqınmazlığı vardı. Ancaq şükür Allah ki, həkim kadrlarımız çoxdur. Və orada bəzən gördüm ki, Hikmət bəy kimi köylü olaraq ordu sıralarına yazılırlar. Onun da bəxtinə başqa bir ərazi Ağdərə istiqamətində gedən döyüşlər oldu. Hamımız bilir ki, o vaxtı ən ağır döyüşlər Ağdərə istiqamətində, Drankon, Çıldıran döyüşündə döyüşlər orada çox ağır gedirdi. Dəfələrlə Ağdərə rayonun bu müstəhlikləri, sərşəş onları Azərbaycan ordusu tərəfindən azad olunsa da sonraki dövrlərdə bəzi ordunun içində olan xain qüvvələr tərəfindən Ağdərə bir işləmə alındı verilir. Ağdərə istiqamətində gedən döyüşlər həddindən artıq ağır olur. Bunu biz döyüş yoldaşlarımızdan da bilirik. Hikmət bəy də yenə bəziləri kimi istiqamətində oturur. Daha kişi görə bilərdi. Ancaq vətən qeyrəti, vətən namusu onu məcburən içindəki narahatçılıq onu apardı, Ağdərəyə çatdı və Ağdərə istiqamətində də şəhid oldu. Allah şəhidimizə rəhmət eləsin, vətənin cənnət olsun, məqamı uca olsun və bu tədbir təşkilatçılarına qazilərimiz adına təşəkkür edirəm və biz özümüzdən xoş bilirik ki, belə tədbirlərdə biz böyük məmuriyyətlə iştirak etməyə hazırıq. Çox sağ olun, təşəkkür edirəm. Qeyrətlərdə də hamımız deyirik ki, Hikmət çox vətənpərvər, yüksəkdədir olmaz. Hikmətin döyüş yolu, mən deyərdim ki, onun tələbəliyindən başlayır. Deməli, Tibb Universitetinin 3-cü kursundan könüllü olaraq Saratov Tibb Universitetinə dəyişlərdə hərbi həkim kimi təhsil almaq üçün. Həmin dövr 90-cı 20 yanvar hadisələri baş vermişdir və orada olan qarşı olunan təzyiqlər, Hikmətin Ramlə Məhdud dedi. Mən biraz o tərəflərə girmək istəmirəm, çünki bizim kompozisiyamız var, orada o hadisələrin hansı təkrarçılıq olmamaq üçün. Öz gündəliyində də qeyd edir, orada göstərir ki, müəllimlər, eyni zamanda milliyyətcə fərqli olan biz adını çəkmədiyimiz millətlərin nümayəndələr onlara qarşı xüsusi təzyiqlər göstərilmişlər. Bayraq asılmış bayrağa təzyiq göstərilmişlər. 20 yanvar hadisələri olanda Hikmət dostları ilə birlikdə orada gedən o 5 hərbi həkim olmaq üçün gedən Şəmsəddin Rzayev, Babayev, Hikmət onlar gedirlər 20 yanvar deməli pagonlarını çıxardılar. Fakültənin dekanı Nosovun qarşısına qoyurlar pagonlarını ki, biz bu millətin
Təhsilini almaq istəmirik, Rusum təhsilini almaq istəmirik. Biz etirazımızı bildiririk, hansı ki bu ordu bizim xalqımızı gündəvaran edib və non-stop onları dinləyib, deyir ki, düz deyirsiniz. Salam, hər vaxtınız xeyir olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Mən 1992-ci ildə Allah verdi, Hikmət Əsədoğlu ilə birlikdə ilk sport təşahüdü nəticəsindənməyə başqa bir səbəblərlə Müzafər Nazirliyinin 4-cü mərtəbəsində görmüşəm may ayında. Bizim üçümüzdə də təyinatımız eyni vaxtda müəyyən olunur ki, 7-9 nömrəli hərbiçliyə stavsaya Azərbaycanın ilk əskərlərini biz orada qəbul edərək orada tərif etmişdik. Sonra Gəncədə 366-cı korpun hərbiçlərdə Ruslardan lazımın texnikaları, avadanlıqları, sıra kursatları səbir tutmuşdur. Ümumiyyətlə, mənim ilk döyüş yolum Ağdərə istiqamətində olub. İyul ayının 4-də biz Ağdərəyə gələndə 2 və tərbiyə həkimi idi. Yəni, Saratovda təvali təhsil alıb, hərbi təhsil alıb gəlmişdir. Mən Təkverdə Dairə hərbi təhsil almışam, kadro izabıdır. Adiyetədə işləyirdim. O zaman vətənpərvər qeyrətli olanlar hamısı, yəni vətənin torpağını sevən insanlar vətənində qayıb torpaqlarımızın müzafətində fəal iştirak edirdilər. Ki, mən iyul ayının 4-də Ağdərədə Lobus yüzlərində pozisyonların qurulmasında, yəni o mövqələrin möhkəmlənməsində fəal iştirak edilmişik. İlk döyüş yolumuz isə Xəsəbət istiqamətində olub. Xəsəbət kəndinin girişində 854-cü yüksəkliyə düşmə mərəsini mən aparmışam. Orada 2 döyüşümüz ağır təqarəyə qalan zaman mən onlara yaxından köməkli edərək, onların güllə yarası, qəlbə yaralarını müayinə edib, müalicə yəni sarıyaraq onların xəstəxanəyə çatdırılmasında, onların həyatının qıratılmasında və iştirak edildi. Mən yaxın dostum, qardaşım olduğu üçün ona xüsusi hörmətim var idi. Mən oğlumun adını da Hikmətin adını, yəni Hikmət olaraq adlandırmışam. Hal-hazırda oğlum Səbalı Dövlət Yanına Mühafizə Xidmətinin 25-ci bölməsinin rəisidir. Hikmət adı, yəni o zaman məni bu ailəyə, bu evlatlara, bu elə olmaya bağlayan Hikmət oldu. Hikmət dəyərli qardaş, vətənpərvər qeyrətli bir insan idi. Allah şəhidlərimizin hamısına rəhmət eləsin, o cümlərimizə Hikmətlər. Ki, mənim vətənimizin bu başı yoxdur. Bizi bu elə qobuya bağlayan vətənpərvər qeyrətli olanlardır, torpağımızdır. Allah şəhidlərimizə rəhmət eləsin, Hikmət gibi dəyərli qardaşlarımızın, şəhidlərimizin hamısı onun timsalında, onun simasında bütün şəhidlərimizə Allah'tan rəhmət edirəm. Vətənimizin azadlığını görməsə də, onun davamçıları vətənimizin azadlığını gördü. Allah bütün şəhidlərimizə yenə də rəhmət eləsin. Tədbirimiz başlamamışdan əvvəl bizim üçün də, məsələn, tədbir hazırlayıb bizim üçün də gözlənmə bir sürpriz oldu. Sinif yoldaşlarının bu cür şərəfinə gəlməyi. Bugün onlar dəstəli, kollektiv şəkildə yığılaraq Hikmətin anının xatirəsini qeyd etmək üçün burada iştirak edirlər. İstərdim ki, sinif yoldaşları adından Ədalət Seydəliyev. Onlar özləri deyirlər ki, Ədalət mənim başlayışmamızda. Əziz və hörmətli təbrik işləşirəm. Mənim əziz dostum, sinif yoldaşım, Hikmətin anım kimdən yanımızın görəsə çox sağ olun. Hikmət, hərbi həkim Hikmət, şəhid Adəfəliyev Hikmət Əsədoğlu, Əsəd müəllim Ziyalar arasında tanınır oldu. O 1965-ci il yanvarın 17-sində dünyaya göz açır. Əsəd müəllimin 4 qızı, 3 oğul övladı olur. Hikmət Əsəd müəllimin 6-cı övladıdır. Bunların ən sevimli övladlarından biri. Və biz mütəmadi olaraq məktublaşırıq onun sıralarında. O bir dəfə gördüm şəkil gördüm mənə və şəkilin arxasında belə bir şey yazmışdı. İndəki xatirlərdən hemen şəkili bir yaxınlıqlarında kimsə istəməm, mən deyildim onu. Yazmışdı,
yadigar hədiyyə hər zaman yaşar, mən olsam da şəkilin özünə olmuşam. Məni aparsa da qara rüzgar, saxla bu şəkili, mənim aziz dostum, ədalət, qalsın yadigar. Mən ona cavab yazmışdım ki, belə şeyləri yazmaq lazım deyil, bizim yaxşı günlərimiz qabaqdadır inşallah. Rəhmətli səslə, onun gül səsi vardır. Oradan çağırır, var, gel oturmuş, geçenlərdə söhbət edildi, orada niye bu söhbət edildi? Yəni, orada bizim sürülərdə söyləyildi. Bizim kəndi alanda, rəhmətli məndə olur, Faiklə, Qadınlar müəllim, Yaşıqanlı olur, rəhmətli. Bunlar müəllim, biz kəndi getmişdik. Və kəndi getdik, həmin ben ziyaret edip geldikten sonra gelmiştim. Ben hemen çatanın yanında oturdum. Partide oturdum burada. Gördüm o tarafa olarak geldim. Dedim burası bizim için en müddet bir yerdi. Hükümet vermişe bu. Yine de geçti. Artık oldu 32 yıl. Yine geçti. Yıllar gele zor, hemşe tarafı gerekir. Ben razı olsun. Sana çok güzel bir gerçekleşsin. Allah sana tutmuş alıyorsun. Açar canlısı olsun, razı olsun. Azərbaycan Respublikası Şəkillər Veteranlar Rəhbər Birliyinin sədr müavini söz istəyir. Salamlayıram hər birinizi. Başqa şəhərlərdə olmaqla Sərdə xanım və Şəhərlərin olması hər kəsi salamlayıram. Bütün şəhərlərimizə salam olsun deyirəm. Bugün Allah verdiyi Hikmət Əsədoğlu'nun cənnətdəki doğum gününə yolculuq. Yaşasaydı 60 illiyi qeyd edəcəkdir. Ancaq qocalıq yaşayanlara aiddir, şəhərlərimiz isə əbədiyyətə qovuşurlar. Onlar yaşlanmırlar. Yəni 100 illər də keçsə, 1000 illər də keçsə, şəhərlərimiz həmişə cavan olacaqlar, onlar həmişə yada salınacaq. Yetəri qədər bizim demək olar ki, gənclərimiz, gənc nəslin artıq bütün şəhərlərimiz haqqında məlumatlar var. Ancaq mən deyərdim ki, yenə də azdır. Yenə də azdır. Nə qədər biz şəhərlərimizdə çox danışarıq, şəhərlərimizi çox təbdir edərik. Gənc nəslin də bir o qədər şəhərlərimiz haqqında məlumatları çox olar. Qürur duyuram ki, bizim bugünkü günümüzü biz şəhərlərimizə borçluyuq. Onların hər birinin ruh qarşısında baş əyirəm. Bu qarşılıq olsun, bir daha dövlətimiz, xalqımız, Azərbaycanımız ilgi verməsin, şəhid verməsin. Heç bir ananın, heç bir atanın gözü yaşlı qalmasın. Bizim cəmiyyətimizin Cəbrayıl şöbəsi alından istəyirəm tərəflərin gəlsin, gəlsin əməlinin imzası ilə, bir çatı ilə bütün şəhidimizin ailəsinə təqdim olunsun. Bir daha şəhidlərimizin bizim cəmiyyətdən nadir olaraq Millətlərimiz üçün, xalqımız üçün belə qəhrəman bilik, iki doğru böyüdürlər. Sağ olun. Teşekkür ederim. İnsan doğulanda sanki qəza qədərliyle bir yer olur. Doğum onunla yoldaş olur, emekleye dikər, durur ayağa, qalxıb yerir, yanına düşdü hareketi gelir. Hikmətin də qədəri sanki onunla bir cadırlar, onu tək bırakmırdı. Elə bir Hikmətin başında qəza varmış. İlk günü o gəlib uzun mübahisələrdən sonra Saloğlu hərbi hissədə həkim kimi fəaliyyətə başladığı günü həmin bazada partlayışdı. 2 aydan sonra həmin hissə bağlandır. Sonradan Müdafiə Nazirliyinə müraciət edir. Dəfələrlə get-gələ, may ayına qədər çox əlləşir. Axırı ona həkim saxlamaq istəyir, ancaq o özünü öldürür ki, yox, mən öncə qeyd edəcəm. Söhbətin bu yerində istərdim ki, şəhidimizin dayısı, məclis aksaklasız olmaz. Kamil müəllim buradadır. İstərdim Kamil müəllimi qeyd Evlatımı sağlayla dinsi bir ayetin sözü, bir azat yaşamak gücü. Köle olmaktan daha yaxşıdır. Ben işlədim müəllim olmuşam, edası və müəllim olmuşam, Hər bazı dərslər keçirmişəm. Adətən bu dərslərdə oğlanlar, qızlar bəzən yox, bəzən orada
onlara sarı, kişi sarı kızlar da örgədirdik. Mənim yadıma da bir dəfə tirfası gəlməmiş, onların sarının qaydalarını öyrədim. O sarının o qədər şərti yaradırdı. Belə sarıqı öyrədi ki, tirfası mahəmkə deyirdi ki, bunun həqiqət. Neyse, orada da bir sözüm yok, yakında orada dedi, o Aksabad'da olan zaman röportaj olmuştu orada, yer onda 30 yakın kasa vardı. Ben onlara dedim, söyledim, kan çattım orada. Yer Kıyı'da böyle cavan niyetinden olmuştu orada, onu gözlem. Berbesi lazımmıştı, kan lazımdı. Yer adamlar geldiler, bilmirler ki bu kan hansı gruba aitti. 15 yaşında bir uşaq gəldi, dedi ki, mənim qanım 3 haçdır. Ona görə deyir, mənim qandan azalıq verdi, indi o uşaqlarla tapamdan ki, o uşaq kimidir, o gəlməmədir. Və nə tərəfdir? Bir də mənim sürübü deyir, mən bir də dedim ki, Sarıqlar doktorunda Sarıqlar. Bir halklar vardı, erməniydi. Yer o bir də bir kitab gəldi, mənimdə deyir, yazmışım Dağlı Qarabağın tarihi abidələri. Yəni, o bir uşaqlara göstəricilə bu Qarabağ bizim bir ailət edər şəhərləri də göstərmiş adları. Mən də qaldım ki, siz neçənci ildə gəlmişsiniz Qarabağa ki, bunu görübdür ki, laf qədim futbollardır. Mən ispat edim ki, siz Qarabağa görmüşsünüz 1818-dən sonra və ondan sonra da siz bir şey yaratmamışsınız. Yəni, vətənpərvərdi, vətənsevərdi, vətənpərvər müəllimim. Evdən başlayıb, doğduğum nöqtədən başlayıb, rayon səviyyəsi, resmi səviyyəsi çıxıb, dünya səviyyəsi çıxıb. Bu çox hikmətli bir şəkildə böyümüş bir uşaqdır. Çox cəsurdur, uşaq kimi danışırdı. O cürən bu şəkildə tutlarına gəlirdi, cavanla cavanla danışırdı. Mən bir də sənəmdə təşəkkür edib gəlmişdir sonra. Hamıda təşəkkür edib, yanlış salmışdı onları. Hamının qalanı, bəşərlər, şəhət ailələrinin, anaların, bacıların qalanı, başərlər onlara müzdürü şansı vardı. Çok sağ olun. Bizdə Cəbrayıl Müəllim Tarixi Yaşaması Muzeyinin direktoru Aydan xanım da iştirak edir. Bu da sözlərini. Onun Aydan xanımın özünün ifasında hikmət haqqında xatirələrini o bölüşür, video sujet kimi sosial şəbəkədə paylaşır. Həmişə də şəhidlərin anılmasında Aydan xanım yaxından iştirak edir. Salam, hər birinizi tamamlayın. Öncə bizim sıra başınız olan müəllimə və olan deyəklə təşəkkürünü bilirəm ki, hər zaman şəhidlərimizə öz diqqətini çatdırıb, Əhmədovlarla təhsil aldığımız məktəbin müəllim və şagird kollektivinə təşəkkürünü bilirəm. Bəli, bir neçə il öncə, yəni 2 il öncə hikmət qardaşımız haqqında belə bir video sujet hazırlamışdım sosial şəbəkədə. Əlbəttə ki, mən bir şəhid qaysıyam və bununla mən fəxr edirəm. Mən bir nürətli itirmişəmsə, minlərlə mən qazi qardaşı qazanmışam. Və mən bütün şəhidlərin qaysıyam, mən bunu hər zaman vurgulayıram. Yəni, kəsməsinlərdir. Onlardan qalan onların az da olsa əşyaları bizim muzeyə təqdim etsinlər ki, sabahsı gün Cəbrayıl rayonunda inşallah muzeyimiz tikiləcək və bu şəhidlərimiz bir neçə il sonra biz olmasaq da muzey yaşayacaqdır. Biz olmasaq da muzeydə onların xatirə göşələri hər zaman gələcək nəslə bugün onların xatirəsi götürülməlidir. Və 92-93-cü ildə şəhid olan oğullarımızın bugün 44 günlük müharibənin şəhidləri, qaziləri onların qanını yerdə qoymadı. Bugün Qarabağ azaddır, bugün Cəbrayıl azaddır, bugün artıq Cəbrayılda yaşayış bərpa olunur. Bugün Cəbrayılda dəfn olunmuş şəhidlərimizin artıq məzarları yenidən qurularaq, yəni öz ailələri tərəfindən. Və biz bir daha fəxr edirik ki, Qarabağlıyıq Cəbrayıl. Hər birimizə təşəkkür edirəm. Deməli, Müdafiə Nazirliyi qarşısında, Azərbaycan Türk Universitetinin qarşısında dəfələrlə təklifləri çıxış edir ki, səyyar hospital açaq, keratitlər yetişdirək. Çünki əskərləri qurtarmaq lazımdır belə bir vaxtda. Və həmin vaxtı Əsəd müəllim övladlarından Qəmət müəllim şəhərdə olub, dalımıza gedib.
O acılı günlərdə həmişə hökumətin yanında olur. Böyük kimi ona məsləhətlər verir ki, gəl sən Bakıda qal, hərbi həkim kimi işlər. Ona burada da iş təklif edirlər, ancaq hökumət bundan razılaşmıyor. Yəni, heç vaxt onun haqqında yazılar ki, heç vaxt böyüyün sözünə ağ olmayıb, amma bu dəfə heç bir böyüyünün nə anasının, atası rəhmətə getmişlərdir, nə anasının, nə qardaşının, nə bacılarının sözünü eşitməyib. Və sözü də bu olur ki, siz məni yolundan döndərə bilməzsiniz. Mən 2 dəfə and içmişəm. Bir dəfə hərbi and içmişəm, bir dəfə də həkim and içmişəm. Ona görə mən evdə otura bilmərəm. Bu acılı günlərdə onunla yoldaş olan, onun getdiyi yerlərdə həmişə yanında olan Qənimat müəllim böyük qardaşı, Azərbaycan Neft Sənaye Universitetinin elmlər doktoru, İqtisadiyyat elmlər doktoru professor Qənimat müəllimlə davranışı təqdim edirəm ki, hamı tanısın. Dərin Qənimat müəllim. Bizim bununla da sözümüzü yekunlaşdıraq, keçək şagirdlərimizin gəlməsidir. Ailəmiz adına, öz adına hamıda təşəkkür edirəm, minnətdarlığımı edirəm. Əslində bu ilə mənim burada qarşıma söz verir. Burada qeyd edirəm ki, ikilən mənim təşəkkür arasını deyil. Bu həmdə sanki böyük olaqım. Çünki o dünyada böyük. Çox vətənpərvərdir. Həddindən çox vətənpərvərdir. Deyim ki, sizlər burada qeyd edəndə, birisi kursda oxuyanda, o üstünətlik universitetində, deməli, tədris təsadini, dərs təsadini, o Rus'dan Azərbaycan üzrə tədris edir. Və bunun nə qədər də o Tibb Universitetində tədris edir. Savadlı olmalıdır, vətənpərvərdir, həm ünsiyyətçidir zətlər. O şəxs, orada yaşanan böyük əksəriyyət ermənilərdir və şəxsda da işləyənlərin böyük əksəriyyəti, zabit heyəti ermənilərdir və çox böyük müqamətə baxır. Və sonradan təzədən müdafiə nazirliğine müraciət edərək o, deməli, Ağsavar rayonunda yerləşən, Salonda yerləşən hərbi hissəyə təyinat alır. Mən ona yola saldım. Təqribən Şuronluydu. Müdafiə lazım ki, Salonda partlaş var. Onlarla biraz telefonlarla zəng eləyəsəm, soruşasam, eləyəsəm, çox narahat qaldım. O mənə bir gün sonra da gəldi. Poçtan zəng eləmişdi ki, təsdiqlərlə taksilə çansa gedirəm. Yolda məlum oldu ki, orada partlaş oldu. Mən getdim bir dəfə pazarlı geyindim və başladım zamanında deməli. Yəni, ilk dəfə olaraq bax, belə bir gəlməsi. Sonradan o gəldi, müdafiələ döyüş yoldaşı dedi. Müdafiə nazirinə dəfələrlə. Baxmayın ki, onlar hərbi tip faktorasını tutan, cəmi 2-3 səfər mütəxəssis vardır. Amma heç mən şey götürmürlər. Ki, bizə hərbəşim lazım deyil. Və nədən o, burada xəstəxananın birinin baş həkimi, mənim dostumuzdur. O mənə deyir ki, mənə belə həkimlər lazımdır. Qoy gəlsin, mən ona bir iştafda yarım verim, bura qəşək iştafda qalan olacaq, mən buna yalvardım ki, getmə, onsuz da bilirsiniz nə dərdir. Əgər bunu saymırlarsa, əgər məsələn, bu birisi belə eləcək, belə həkimlər lazım, bilməm, onun hansı rəqdə olan adam deyil. Amma deyirlər ki, buna, yox, bizə belə həkimlər lazımdır, bizə filan iqtisadlar lazımdır, belə. Dedi ki, bugün axırını dəfə gedirəm. Əgər doğrudan da almazsa, mən gedib adi bir həkimlər sənada işləyəcəm. Həmin gün alındı. Həmin gün alındı və onu stajaya götürdü. Yaxlar nizami gedir burada. Deməli, onun günlərində də var, burada gözlüdür, günlərində də var, qrafik. Orada da o, sanki bunun üçün doğulmuşdur ki, gedib oradan şəhid. O hiss edirdi bunu. Biz demək ki, mütəmadi hər gün danışırdıq. O gəldi, Gəncədən zəng edirdi, nə bilim, müxtəlif var. Burada bir şəkil var. Bax, ən axırıncı şəkilidir onun. Orada bax, axırıncı şəkilidir Fəhri Fərmanın yanında. O, demək, Gəncədən ən axırıncı şəkilidir. Fikir versin də dərdir. Sanki bu çox qəmliydi. Və hələ mən soruşurdum ki, axı nətər, deyir ki, onlar buradan danışdılar, Sursa, İyimlərin çatışmırdı. Hərbidə tibbiyə aid olan sursatlar da çalışmırdı. Bu deyildi ki, burada vuruşan olanların hamısı o qədər vətənpərvərdir ki, onlar baxmırlar ki, hava nətərdir, nə bilim, nə nətərdir, çox, hamı deyir, vuruşmaya çalışırdı. Və deyir, biz buradan Xankəndini azlara görürük. Xankəndini.
Təbii, burada sorularınız oxursunuz, o vaxtlar təbəllüatlar çoxudur, nə bilim, qruplaşma vardır, filandır, bəsməkəndir. Bunların orada əhalici olan şəhidlərimiz, böyük əksəriyyətdə qurbanlar, onların qurbanları oldu. Niyə? Çünki biri deyil, qabağa getmək lazım, biri deyil, bu tərəfə, çünki nizami ordu yoxdur. Bugün hükümətin və onun şəhid dostlarının var şahıdır. Ona görə ki, 44 günlük müharibədə onun dostları, silahdaşları torpaqlarımızı azad etdilər. Və biz də çox belə maraqlı bir şeydir ki, biz 92-ci ildə mən onun Bakıda məzar daşını düzəltmişdim, Apardıq kəndə. Apardıq kəndə və ermənilər atıldılar, onu ulaşdırmaq mümkün olmadı. Onu orada elə qəbrin ətrafında deməli, gizlətdilər ki, sonradan imkan olanda gəlirsiniz. Və bu torpaqlarımız adamımız biz yetir onu tapmadık. Mən bilmirəm, ermənilər gözə baxmışlar, nəzər olmuşlar. Biz ona təzən nəzər daşıyırlar. Bu günləri bizim bir istinad nöqtəmiz var. Yəni biz Qaradağlı'ya gidiyoruz. Qaradağlı ona göre ki, bu günler şəhidin Qaradağlı'dan ona göre. Biz Qaradağlı'ya gidiyoruz. Cabra'ya gidebiliriz, Kubatlı'ya gidebiliriz. Çok böyle şey. Yani artık bizim seyredildiğimiz, arazi bütünlüğümüz, her şey bərpa olmuştur. Allah şəhidlərdə rəhmət etsin. Və mən istəyəcəm ki, qardaşımın və onun şəhid dostlarına olmuşlar. Mən Cəbrayıl rayonunun icra hakimiyyəti başçıqaman mənim dostum, onun komandasıdır. Deputatımız Ceyhun Mərdinə onun komandasıdır. Cəmil Əhmədov adına orta məktəbin kollektivlə başçısı olmalı. Buna yığışan bizi dəstəkləyən, bizə həmrəy olan, bizi dərdimizdə şərik olan bütün hamımızda can sağlığı duyuram. Ailəmizə minnətdarlıq edirəm. Və arzu edirəm ki, heç bir ailəyə bundan sonra şəhid gəlməsin. İnşallah hamının yerində doğrular. Mən çox üzr istəyirəm ki, mən hərdən qol olaraq çalışıram. Yəqin ki, başlaşıyorsunuz. Çox sağ olun, minnətdarım. Rezerv dəftərdə bir gündəlik tutur. Başına yazır ki, kaş yarımçıq qəbul edəm. Sanki bilirmiş ki, şəhid olacaq. Gündəliyin başında özünün öz xətti ilə yazır, kaş yarımçıq qalmayardı gündəlik və ardımca 2 bənd bir şeir alıb, 2 bənd hissə oxumaq istəyirəm. Özü yazır. Al qələm, dərdini yaz ellər üçün. Oxusun dünyada, dillər ağlasın. Bağban öldü, bağlı bağlar pozuldu. Bülbül nalə çəksin, güllər ağlasın. Bu qəlbin sahibi olan hikmətin özünün ürəyindən gələn sözlərdir bu. İcazənizlə şagirdlərimizin sözü vermək istəyirəm şagirdlərimizə. Ayrıcımdır, İngilizlər məskənidir. Necə ərəmlər geçdi bu müqəddəs torpaq, bu uyuya. Bu torpaq, Babəklərin, Zavanşirlərin, Koroğulların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır. Son dövrlərin Qarabağ dünyası zorla zərb edildiğimiz Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan ikizlər diyarı qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərin səhərindən alınmayıb, kimlərdənsə zəbt olunmuyor. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz. Bu torpağından kör övladını torpaq özü görünmez. İnsan vətənini seçir. Lakin ona görə məsuliyyət daşıyır. Tarihini, xalqın tarihi ilə bağlayır. Bu torpağın inkişafı, tərəqqisi və mənəvi rifağı üçün çalışır. Əbəs elə deyil ki, vətənə məhəbbət məhz imanın əsası inanc hisslərindən biridir. İnsan aile olduğu vətəni sevir. Çünki bu his onun fitrətində əbədi bağlılıq kimi təzasüm edir. Vücudunu ruhla əlaqəli olduğu kimi, insan da özü ilə əlaqə qurarkən həyatın dolğunluğunu hiss edir. Adın oddur, özün işıq, sözün işıq. Biz də sənin bu müqəddəs torpağından boy atmışıq. Sənsən bizim bu dünyada məsləkimiz, amalımız, yolumuza işıq satsın, ulduzumuz
torpaqda, bu diyarda dünən vardı. Bu gün var. Biz keçmişə güvəndikcə, gələcəyə addımlarıq. Vətən könlümüzün bir vahididir. Güneyimiz, kuzeyimiz, vətən bizim namusumuz. Biz vətənik, vətən də biz. Hər millətin, hər torpağın öz adı var, öz ünvanı. Yanğını baş eyləyir Azərbaycan qəhrəmanı. Vahid vətən himnimizdir, şəhidlərin axan qanı. Nəsillərə yadigardır, zaman yazdı bu dastanı. Millətlərə hürriyyətdir, istiqlal düşarımız, azadlığımız çağrıdır, qorumaqdır qərarımız. Respublikan, anadolumaq, qədim oğullar diyarımız. Yaşadıqca vətənimiz, ölçək şəhid məzarımız. Yüksəlmək bayrağımız, dalğan bayraq enən deyil. Mərd oğullar dar ayaqda öz adından dönən deyil. O vətən kitablarının ayağında vətən deyil. O torpaqda bağ becərsən, ot görəb bitən deyil. Ana kürün, xan arazının böyümüşük daylasına, sərvətimiz ayaq göl xəzərin aynasına. Minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Torpaq üstündə ölən varsa vətəndir, deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Belə qəhrəman oğullardan biri hərbi həkim baş leytenant Hikmət Allahverdi Əsədoğludur. Ərəblər yurdu Azərbaycanın Tilbət quşələrindən olan kesilməz sıldırım qayaları, qalta oğulları, uca dağları, buz bulaşıqları təbiəti ilə insanın qədrini diqqətə gətirən neçə övladını vətən yolunda şəhid verib, Ağuşmağa Cəbrayıl torpağı. 1965-ci il qarlı qış günündə, yanvar ayının 17-sində Cəbrayılın Qaracalı kəndində Əsəd müəllimin ailəsində dünyaya göz açmışdı Hikmət. Elə uşaqlıqdan mehribancılığı, istiqamlığı ilə hamı da özünə qarşı məhəbbət oyatmışdı. Atası Əsəd müəllimindən aldığı tərbiyə, elm, təhsilə sonsuz maraq, anası Mənzər xalanın vətənpərvərlik ruhunda söylədiyi laylalar, bayatlılar onun körpə qəlbində qəlbə hisslər oyadır, onu elinə daha da möhkəm bağlayırdı. El ağsaqqalı Əsəd müəllimin ailəsində 7 övlad böyüdürdü. Mənzər ananın nəzərində oğlu Hikmət bütün uşaqlarından fərasətli çıxmışdı. Elə Əsəd müəllim özü də Hikməti övladlarının hamısından çox istəyirdi. Bu istək Hikmətin əllərindən yapışıb irəli aparmaqdaydı. Arzusu həkim olmaq idi. 1982-ci ildə qonşu Bayram kəndində Nərmanov adına tam orta məktəbi əla qiymətlərlə bitirdi. Vətəndaşlıq borcunu yerinə getirmək üçün hərbi xidmətə yollandı. Xidməti başa vurduqdan sonra vətənə döndü və 1985-ci ildə sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə verildi. Əla qiymətlərlə instituta daxil oldu. 3 il əla qiymətlərlə oldu. 3-cü kursu bitirdikdən sonra 1989-cu ildə onu bir neçə əla okuyan tələbələrlə birlikdə Saratov Tibb İnstitutunun hərbi tibb fakültəsinə göndərirlər. Fakültəni hərbi tibb akademiyası statusları. Ürəyinin oduyla, gözünün nuruyla, min bir əzab əziyyətlə böyütün olsun. Hələ körpəlikdən oğlum böyüyüb əskər olsun, torpağını, vətənini qorusun, deyib əzizlədir olsun. Oğlum böyüdü, əskər oldu, həm də qəhrəman əskər. Arzunu yerinə getirdi, torpağını, vətənini qorudu. Yalnız
oğullarının çiynində qalırdı. Özü ilə sənə dünya boyda qürur gətirdi. Ömrün boyu başı dikcəsin, fəxr edəcəyin il tutul, müqəddəs ad başladı sənə, şəhid ağası. Allah əmanətinə sahib çıxdı. Oğlunu cənnətinə alıb, ən şərəfli ad ödüləndirdi. Şəhid. Ağlama, şəhid anası. Oğlunun yarasını görmək, oxşamaq istədim. Ancaq görə bilmədim. Ana olduğun üçün sənə göstərmədilər. Buna görə də oğlunun necə yaralandığını bilmədim. Bu da sənə ayrı bir dərd oldu. Ancaq əmin ol, ana, sənin oğlun məğrur düşmən əskərləri kimi qorxub döyüş meydanından qaçarkən arxadan atılan gülləyə düşkər edib. Sənin oğlun vətən işqi ilə alovlanan, ürəyini vətən torpağını qorumaq üçün sipər etdi. Zaten düşmənlər də igid oğullarımızın vətən, torpaq məhəbbəti ilə döyünən ürəklərinin ateşindən, alovundan qorxub qaçırdılar. Bütün şəhidlər sinələrini düşmənə sipər etdikləri üçün hamısı sinəsindən, ürəyindən yaralandı. Ancaq düşmən gülləsi bu ürəklərdəki ateşi söndürə bilmədi. Onlar şəhid olub əbədiyyata qovuşsalar da, ürəklərindəki ateş əbədi məşələ çevrilib, nəsildən nəslə keçirir. Şəhidlərin adına Azərbaycan xalqının qan yaxlaşına əbədi məhv edəcək. Ağlama, şəhid atası. Gecələr yatağına qor dolanda, yuxun ərşə çəkiləndə, gündüzlər qərarın itəndə, bağın alışıb yananda oğlunun bağrına bas. Oğlunun qoxusunu oğlundan al. Ağlama, şəhid anası. Oğlun vətən uğrunda şəhid oldu. Əbədiyyata qovuşdu. Ancaq səni yalnız buraxmadı. Səni bütün vətən oğullarının anası etdi. Oğlunun silahdaşları, bütün Azərbaycan oğulları indi sənin oğlundur. Sənin oğlun da yalnız sənin deyil, vətənin, Azərbaycanın, xalqın oğludur. Ağlama, şəhid anası. Başını dik tut, qürurla gəz. Sən qəhrəman anasısan, şəhid anasısan. Sil gözünün yaşını, ağlama, şəhid anası. Qalıb, vətənin bütar olduğu bu bəlanın sayəsini düşünə-düşünə, içində qovrula-qovrula təhsilini başa vurub, doğma yurda dönməyə tələs etdi Hikmət. 20-yandan hadisələrindən sonra etirazlı edilən tələbələrin sırasında Hikmət də var idi. Onlar bütün institutun bu hadisəni bir dəqiqəlik sükutla anılmasına nail olurlar. Həsrətli kömək isə davam edirdi. Bu, vətənə göndərilən məktublarda özünü bürüzə verirdi. Novruz bayramı münasibəti ilə səməni əkdi. Ancaq səməni görərmədi. Sanki o da mənim kimi qəliblikdə olduğunu hiss edirdi. Bizəsiz, qohumlar, dostlar, balazlar necədirlər? Mənim dərslərim yaxşıdır. Gəlsin istinə hazırlaşıram. Çalışıram ki, imtihandan yaxşı qiymət alım. Nə qədər pörsüz olmağa çalışıram, amma alınmır. Ürəyim sizin, başı dumanlı vətənimin yanındadır. Ayları, günləri, saatları sayıram. Hərdən istəyirəm, indiyə qədər əziyyət çəkdiklərinin üstünə xət çəkib, gəlib vətənə xidmət edim. Sonra fikirləşirəm ki, vətənin mənim kimi mütəxəssislərə böyük ihtiyacı var. Qarşıdan Novruz bayramı gəlir. İstədim xalqımızın adət-ənənəsini yenə təbliğ edəm. Səmənəkdir, düzəlməmiş. Sanki düzəlməmiş burada qəzəbli baxışları ilə mənə şəhidlərin qanını görmürsən, necə düzəlim deyirdi. Biz nə bilərdik ki, vaxtilə güvəndiyimiz Qızıl Ordu tanklarının ürəsini igidlərimizin sinəsinə tuşlayacaq. Onların azadlıq arzusunu boğacaq. Bizə 20 yanvar ifadəsini yaşadacaq. Nədim bacı, inşallah igid oğullarımız bu qara buludları vətən torpağının səmasından sizlərlə. Biz buna inanırıq. 15 Mart 1990-cı il Saratov, sizin Hikmət.
kimi yenə də doğma yurdumuzu sevir, onunla nəfəs alır. Vətənin dərdini, sevincini bilmirsən sən hər zaman. Allah qoysa bu həsrət tezliklə bitər, evimizə dönərsən. Səməni də düzəldərik, bayram edərik. 1991-ci ildə Hikmət Saratov tibb institutunu bitirib, Zaqafqaziya hərbi dairəsinə təyinatını alır. Ağstafanın Salovlu kəndindəki hərbi hissədə həkim kimi fəaliyyətə başlayır. Və çox qəribədir ki, elə həmin gün hərbi bazı taxtasıdır. Hikmət Allahverdiyev həmin hissədə qulluq edərkən öz həyatını təhlükə altına qoyaraq Yuranboyun Toran kəndində yenilikcə yaranmağa başlayan özünü müdafiə batalyonuna və yerli əhaliyə kömək göstərir. Vəziyyət gün-gündən gərginləşdiyini görən Hikmət artıq dözə bilmir. Milli ordumuza keçməyi qətiləşdirir. 1992-ci ilin may ayının 19-unda 730 saylı hərbi hissəyə hərbi həkim kimi təyinat alır. Torpaqların ağrısını ruhu ilə duyanlara, başımızın papağını öz canıyla qoyanlara, alnımızın ləkəsini al qanıyla yuyanlara, vətən boyda oğullara borcluyuq biz. Vağzalsı ürəyində çalınmamış qalanlara, bəxt üzüyü sevdiyini barmağında qalanlara, ton xırası yaxılmamış şəhid qanı olanlara, vətən boyda oğullara borcluyuq biz. Səni mənim balam üçün balasını yetim edən, anaların arzusunu gözlərində qoyub gedən, bu quruca torpaqları al qanıyla vətən edən, vətən boyda oğullara borcluyuq biz. Bir ailəsi, bir vətəni, bizdə qalan əmanətdir. İslamımız susmaqsa verdiyimiz zəmanətdir. Bu dünyanın tarixindən silinməyən şizayətdir. Bundan sonra yazılacaq nağıllara borcluyuq biz. Vətən boyda oğullara borcluyuq biz. Ey, sən artıq yüksəklərdəsən. Bizim kimi insanlar heyrandır sənə. Köçürək dünyadan cavan yaşlıda, çatdın insanlığın ən zirvəsinə. Bu fani dünyaya aldanmadın sən, bizim gözümüzdə uzaq dağ oldun. Bizlərə bu fani dünyanı verən, Allahın önündə üzü ağ oldu. Beşiklər çəkimlər biridir. 1992-ci ilin iyun ayının əvvəllərində kəndiyə, bir neçə gündən sonra da Ağdərəyə köçürülən hərbi hissədə Hikmət təkcə həkim kimi yox, həm də döyüşçü kimi fəaliyyət göstərirdi. Ana Azərbaycanın sinəsini övlad dağını görmək, yurt yuvaların düşmən tərəfindən yağmalanmasına dözmək Hikmət üçün çox ağırdır. O artıq vətənin uğrunda qanına keçməyə razıdır. Onun yarımçıq qalan gündəliyindəki tək vətən yaşasın sözləri elə belə deyilməmişdir. Bu sözlərin arxasında vətən yolunda, namus yolunda şəhid olmanın necə böyük fəxarət olduğunu görülür. Ölümündən bir ay əvvəl doğma kəndinə gəlmiş Hikmət. Bağlık qəsəbəsi ilə üz-bə-üz dağlarda qızğın döyüşlər verildi. Onun o dağlara hiddətli baxışlarında nələr vardı ilahi. Döyüş meydanı onu gözləyirdi. Kaş Qaracıq Qamiyaydı adlı gündəliyində isə bu savaşın ağırlığını, qürurunu göstərirdi. Bugün mən toprak tankını pozaraq insana ateş attım. Amma özümü günahkar hesab etmirəm. Fikirləşirəm ki, hər bir insan məsləyindən öncə öz vətəninin azadlığı uğrunda bacardığını etməlidir. 13.07.1992-ci il, saat 17:20, Səngərdəyik. Bu vaxt qışqırıqlar eşidir. Əskərliklərdən biri yaralar. Xoşbəxtlikdən yüngül yaralar. Kömək edən. Komandir əmr edir ki, onu geriyə aparır. Amma əskər ağlayır ki, imkan bir əvəzini çıxır. Gözlərini olsa da fəxr edirəm bu əskərdə. Uşaq olsa da 19 yaşı var. Ürəkdə təpərə var. 5-10 dəqiqə keçmir ki, bu əskər bir erməni cəhənnəmə vasil edir. Səni quru duyuram, qəhrəman.
bir cüzdan dostu, aylık parolar. Ay vermeden Cenab-ı İzzinan, ay vermeden Leyzinan. Hoş müjdeli bir savaşan, ay vermeden Leyzinan. O gün gelecek, gem yeme, o vaxt dönecek, mən sənə, hələ adetlədir, yurdumuz, yuvamız, bitib tükənməyib, olan davamız, hələ adetlədir, yurdumuz, yuvamız, bitib tükənməyib, olan davamız. Hay vermeden Cenab-ı İzzinan, hay vermeden Leyzinan. Hoş müjdeli bir savaşan, hay vermeden Leyzinan. Son lisans yetmeyip, savaş son savaş bitmeyip, sen gel yanındaki çaktığın ocağı, odun hədisi hələ kesmeyip, sen gel yanındaki çaktığın ocağı, odun hədisi hələ kesmeyip. Ay vermeden Cenab-ı İzzinan, ay vermeden Leyzinan. Hoş müjdeli bir savaşan, ay vermeden Leyzinan. Ay vermeden Cenab-ı İzzinan, ay vermeden Leyzinan. Hoş müjdeli bir savaşan, ay vermeden Leyzinan. saat 12:30. Artış devam edir. Ermənilər tanklardan, toplardan atmışlar pullara. Xoşbəxtlikdən itki yoxdur. Hal olsun, Azəri Türk oldu. Əhsən. Bütün uşaqlar, vətən, ana uğrunda gedən bu savaşda ölümü ləyaqətlə qarşıladılar. Hamı son döyüşə hazır kimi durubdur. Əsəblər gərgin olsa da heç kimdə qorxu yoxdur. Axı necə ola bilər qorxu? Söhbət vətənin tamlığından, qeyrət namusdan gedir. Saat 15:30. Xəbər gəldi ki, ermənilər artıq Ağdaraya daxil oldular. Özümüzü mövqelərə çatdırıb, hər bir əsərə başa salır ki, laf bu xəbər düz olsa belə, son qanunlarımıza, son cürgəmizə gedən vuruşadır. Əskərlər davam olsalar da, tam sözünü vətən qarşısında məsuliyyətini dərk etdiklərindən sübut edir ki, elə də olacaq. Saat 18:30. İndi isə xəbər yarındır ki, güya biz mühasirədəyik. Uşaqlara bu xəbər pis təsir etsə də, heç kim yerindən tərpənmirdi. Buradan qaçmaq haqqında söz belə ola bilməzdir. Saat 19:00.
Döyüş davam edir. İndi isə üstünlüyü biz əlavədir. Amma vəziyyət hələ də gərgindir. 28 iyul 1992-ci il Ağdərənin Pasifik kəndi uğrunda qanlı döyüşlər verildi. Həmin gün yağış kimi yağan günlər altında mərdliklə dayanan qeyrətli oğullarımızdan biri də hikmət edir. O, yaralı əskərlərimizi döyüş meydanından çıxardı, onlara ilk tibbi yardım göstərirdi. Axşamüstü əskərlərimizin cərgəsində mətanətlə dayanan hikmət Allahverdirini düşmənlər qətlə yetirdilər. Bir Türk oğlunun vətən torpağına sipər olan oğlu ürəyi ölməkdən qaldı. 28 iyul 1992-ci il saat 18. Vəziyyət bir balaca sabit olsa da gərgindir. Bu qeyd onun gündəliyində etdiyi son qeydlərdir. Gündəlik başlarkən bu sözləri ilk səhvədə qeyd etmişdir. Kaş yarımçıq qalmayaydı gündəlik. Bu cəsurluğun arzuları yarımçıq qalır. Ölməmişəm. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağıma qarışmışam. Sarılara bayrağıma qarışmışam. Ölməmişəm. Güneş işin vətənimin sabahına parlaq işıq saçıram mən. Mən şəhidəm, ölməmişəm. Şəhidliyə uzanmışam, yerim cənnət. Ne olsun ki cismim kösüb bu dünyadan. Ne kadar iş var bu millət, ne kadar iş var bu dövlət, nesə ki xalq şəhidinə qoyur hörmət. Demək hələ unutmamışam, demək hələ yaşayırım. Yoxluğum ağırdı, dözə bildim. Gedəndən gözləşdim, axı sildim. Biz sənsiz vətəni axı neydirik. Sən vətən naminə, ölən qardaşım. Ruhun şad olsun, şəhid qardaşım. Esasın alındı, qələbə çaldıq, torpağı şərəfsiz düşməndən aldıq. Amma ki, biz sənsiz dünyada qaldıq. Bayraqdan kəfən, giyən qardaşım. Ruhun şad olsun, şəhid qardaşım. Baxanda rəsmə məğrurluq yağır, sinəniz dağlanır, od tutub yanır. Gözünüz sən gələn yola boylanır, bizi tənha qoyur, gedən qardaşım. Ruhun şad olsun, şəhid qardaşım. Bu ürək deyəcə danışsın, bilsin, kəşke olaydı xəbərin gəlsin. Sən unudulmaz insan, həkim qardaşım. Gülkək məzarlıqda bitən qardaşım. Ruhun şad olsun, şəhid qardaşım. Bu vətən hər zaman yetişdirib, sən təkcə Sızlayır köksündə bala yarası, qəbrinə adını nəqş edərsən. Başını uca tut, şəhid atası, elə şəs seyri, elə qürurla, vətən övladıdır, vətən balası, torpağa verdiyi mərd igid cavab. Vətən kimliyimiz, vətən adımız, vətən qeyrətimiz, vətən andımız, vətən torpağımız, ağızdadımız, vətənə qurbandır şirin canımız. Başını uca tut, şəhid bacısı, qəlbinin dərdindən su içər gözün. Səni rahat qoymaz qardaş acısı, adını yaşadır hər
edər. İlahi ədalət zəfər çalacaq. Qarabağ bizimdir, bizim qalacaq. Həmin gün yer üzündə bir şəhid qəbri də artdı. Torpaq ana Hikmət balasının qanlı köynəyini o şəhid məzarına bağrına basıb göz yaşartdı. Şəhid oğullarımızın qanı çilənən Ağdəriyə, Tərtərə, Cəbrayla, Sədərəyə bulud haraylı leysanlar yazılır ki var. Dünyayı görmüş ağzı dualı nənələr o leysanlı gündə əllərini Tanrının dərgahına uzadıb qurban olduğumuz şəhid balalarımızın ruhuna sərinlik gətirirdilər. O nahaq yerdə qanını qoyan deyil. Hikmət doğma kəndində o hiddətlə baxdığı dağlar və üzbəylik dəfn olundu. Sanki ölümü ilə də düşmənə meydan otururdu olmalı. Sizin vətən yolunda şirin canından keçin, igidliyi, mərdliyi, özünə amal seçin. Ömrün bahar çağında həyatdan erkən köçün, ölümü ilə buyurdu torpağı yaşadanlar. Yaşayan hər ömürdə qanınız, canınız var. Səs verdiniz vətəni, harayına, səsinə, yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə. Məzarınız dönübdür ziyarət türbəsinə. İnanın, and içirik, qanınız alınacaq. Xatirəniz, ruhunuz həmişə anılacaq. Bir ata övladından, el oğluna döndünüz. Kim deyər ki öldünüz, kim deyər ki söndünüz. Gələcək nəsillərə yetəcək ki ününüz. Siz bugün də, sabah da əsrlərlə sağsınız. Bu yurdun sinəsində qurarsınız, dağsınız. Siz yazdınız millətin tarixini qan ilə. Sinəmizə yurt saldı, yurda atılan günlər. Məzarınız tutulur min çiçəyə, min gülə. Tərsiniz çiçək kimi, həmişə baharsınız. Azərbaycan köksündə əbədi yaşarsınız. Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir. Şəhidlər azadlığın od şimşək zərrəsidir. Şəhidlər tarixləşən istiqlal türbəsidir. Şəhidlər şimşək kimi buludlar saxlamazlar. Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar. Qan qadasız, itkisiz müharibə oldu. Hər qazanılan zəfərin arxasında qəhrəman oğulların qanı var. Torpaq şəhidlərin qanı ilə qarşılaşdırılır oldu. Bu mənada xalq oğullarımızı müharibəyə necə təmtəraqla yola salırdısa, şəhidimiz ondan bir tutanla qarşılayırdı. Üçrəngli bayrağımızı öpüb bağrına basan, vətən sağ olsun deyərək başını dik tutan neçə məkanətli, vüqarlı şəhid atanası doğması görürük. Vətənini azad, xoşbəxt görmək istəyirdi Hikmət, lakin görə bilmədi. Onların davamçıları olan mərd oğullarımız bu xoşbəxtliyi vətənimizə bəxş etdi. Bugün işğaldan azad edilən torpaqlarımıza yeni həyat gəlir. Quruculuq işləri başlanır. İnsanlarımız doğma torpaqlarına qayıdır. Məktəblərimizdə zənglər çalınır. Elimizdə toy, düğünlər keçirilir. Ruhun şad olsun, cənab leytenant. Hərbi həkim, Hikmət Allah verilir. Sən daim sevənlərinin, xalqının qəlbindəsən. Əməllərinlə həmişə örnək olacaqsan. Vətən naminə torpaqlarını, ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edən, öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan, yadeli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim ən ümumdək vəzifəmizdir. Vətən oğullarının keçdikləri döyüş yolu, gənclərə çatdırmaq, onlarda gənclik nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsini ucalananların xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır. Gez atdım, gəldim torpağa. Dayanımsan sən dünyada. Doğmamam, ey mehriban, ey qəhrəman Azərbaycan.
igidlərə, yaşasın Azərbaycan, var olsun mən millətim, yaşasın Azərbaycan. Şəhidlərin ruhunun şad olan məqamıdır. Hər damla qanı verən torpağa salamıdır. Yurdumuz qəhrəmanlar, igidlər məkanıdır. Eşq olsun igidlərə, yaşasın Azərbaycan, var olsun mən millətim, yaşasın Azərbaycan. Sən qalibsən, bütün dünya qələbəndən danışır. Olay yurdum, ana vətən, zəfər sənə yaraşır. Eşq olsun igidlərə, yaşasın Azərbaycan, var olsun mən millətim, yaşasın Azərbaycan. Yaşasın igidlərə, yaşasın Azərbaycan, var olsun mən millətim, yaşasın Azərbaycan. Heç bir zəfərə çiçəkli yollarla gedilməz. Biz bu zəfərə çatmaq üçün minlərlə oğullar verdik. Yəni bu qəhrəmanlıq bizim oğulların canındadır, qanındadır, mayəsindədir, qayəsindədir. Eyni zamanda bizim qızların da. Əgər bizim qızlarımız da qeyrətli olması, bizim analarımız, o cür oğullar doğmazdır. Ona görə əziz balalar, siz bu şeirləri deyəndə ağlamayın. Biz mübarizlik ruhlarına köklənməliyik. Nəyə görə? Tədbirdə iştirakımıza görə, Cəbrayıl İcra Hakimiyyətinə dəstəkliyimizə görə hər birinizə təşəkkür edirəm. Əlbəttə, Azərbaycanın bugün yaşaması, Azərbaycanın regionda söz sahibi olması, Azərbaycan Respublikasının prezidentini, Ali Baş Komandanı Cənab İlham Əliyevin dünya liderləri qarşısına o cür qarşılanması, bax, o hikmət kimi oğulların əlbəttə o qəhrəmanlığının nəticəsidir. Sağ olun, diqqətinizə görürsünüz. Fərzə xanım dedi, mən də bir daha təşəkkür edirəm. Hər birinizə burada gəlib, zəhmət çəkib gəldiniz. Bugünkü şəhidimizin anılmasında bize dəstək oldunuz. Bu yerdə eyni zamanda məktəbimizin direktoru Siraç müəllim də bizi hər zaman dəstəkləyib, bizə hər zaman lazımi kömək, mənəvi cəhətdən bizə dəstək verib. İstərdim ki, Siraç müəllim özü dedi ki, təvəzzökarlıq elədim, mən saxlatıram, mən axırda söz deyim. İlk dəfə Siraç müəllimin sözünü desin. Sağ olun müəllim. Biz bura yüzlərlə, minlərlə şəhid oğullarımızdan biri olan Allah verdiği Hikmət Əsədoğlu'nun anı tədbiri üçün toplaşmışıq hər birimiz. Mən ilk önce olarak kollektivimiz adından iştirak edən hər bir kəsi, ziyanlarımızı, Buraqlar hər birini salamlayıraq. Hükümətin keçdiyi döyüş yolundan, qəhrəmanlığı haqqında burada çox ziyanlarımız, çox geniş danışdılar, qürurla danışıldı. Əlbəttə ki, oğullar o dövr üçün, indiki bir dövr üçün çox böyük bir qəhrəmanlıq göstərirlər. Bu tədbirdə şəhidimizin bacısı Kifayət müəllim bizimlə uzun müddətli ki, pedagojik fəaliyyətlə müəllim olaraq çalışır. Şəhidimizin yaxınları, qardaşları, Qənimət müəllim, Kamil müəllim burada iştirak edir, digər yaxınların hər birinə başsağlığı səbir diləyirəm. Bizim bu tədbirdə şagirdlərimiz kompozisiya ilə çox gözəl çıxış elədilər. Hətta o tədbiri uşaqlar necə təbii yaşadılarsa, uşaqlar orada öz göz yaşlarını saxlaya bilmədilər. Bu çox xoş bir andır. Hətta mən özüm də burada, belə deyək, çıxış edəndə məndə də o qürur hissi yaranır, məndə də o həyəcan yaranır. Çünki bizim belə oğullarımız var, hər zamanda olacaq. Bu şagirdlər bizim gələcəyimizdir. Bu cür tədbirlər mütəmadi olmalıdır, hər zamanda
İstər bizim məktəbin daxili tədbirlərində, istər bu cür tədbirlərdə bu uşaqların vətənpərvər ruhunda tərbiyə olunmasında çox önəmli bir amillərdir ki, bizim də bu mənəvi borcumuzdur bu müəllimlərin, təhsilçilərin mənəvi borcumuzdur ki, biz müşahirdlərimizi gələcəyimiz üçün vətənpərvər ruhda tərbiyə eləmək bizim üstümüzdə düşən mənəvi bir borcdur, biz də onu çalışıb layiqincə yerinə yetirməyə çalışırıq. Tədbirin təşkil olunmasında məktəbimizin müəllimi, Minə müəllim, Nigar müəllim çox dərindən orada kompozisiyanın hazırlanmasında uşaqlarla işləyib, onları hazırlıqlı ərsəyə gəlməsində əziyyət çəkdilər. Şagirdlərimiz bu kompozisiyada çox ürəklə, çox qürurla çıxış etdilər o baxımından həm Minə müəllimə, həm Nigar müəllimə, həm şagirdlərimizə, həm də tədbirdə iştirak edən qonaqların hər birinə öz təşəkkürümü bildirəm. İnşallah bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, yaxınlarına səbir diləyirik. O oğullar dediyim kimi tək o anaların, ataların oğulları, övladları deyil, bütün xalqımızın övladlarıdır. Allah hər bir şəhidin valideynləri qarşısında baş əyirik, Allah rəhmət eləsin və bu cür tədbirlərimiz hər zaman axarlı şəkildə davam edir. Sinan fidanı kimi vətən torpağına eksin. Hər fidan böyüyüb, kölgəsini torpağa salsın, yenidən pöhlə versin, yeni igidlər doğulsun. Vətən, nə bəxt yarsın. Belə analardan biri mən adını çəkməmiş, üstündən keçə bilmərəm, mənzər anıydı. Çünki mənə bu məktəbin çətin günlərində mənə analıq edib o qadın. Onun gözlərinə baxanda bala həsrətini, yanğısını görməmək mümkün deyil. Heç vaxt heç kəsdən gileylənməz, şikayət etməzdi. Söhbət edəndə sanki insan bir rahatlıq tapırdı, ruhu dincəlirdi. Təmkinli baxışları, nəsiyyətləri insana sanki sakitləşdirirdi ruhəmlə, özündə hiss elədiklərini deyirəm. Tək ki, deyildi. Mən heç kimdən heç nə istəmirəm. Nə kimi oğul vermişəm bu torpağa. Heç olmasa bir dəfə gəlib halını soruşsunlar. Deyirdi ki, ayol, elə insanlar biganələşirlər. Hikməti mənə tanıdan, neçə illərdir mən bu məktəbin müəllimiyəm. Mənə tanıdan Hikmətin bir bacısı vardır, bizlə işləyir. Gələn gündən mən kifayətlə iş yoldaşı olmuşam və yaxın olmuşum. O Hikmətin necə bir vətənpərvər olduğunu, vətən eşqi ilə böyüdüyünü bizə mən həmişə kifayətin dilindən dinləmişəm. Və hər vaxtda məktəbdə sırış müəllimliyi kimi müəyyən tədbirlər keçirdəndə kifayət müəllimin elə yavaşca gözlərini yumub tökürdü. İndi bilmirəm, danışa biləcək danışlar. İstəyirəm bu məqamda kifayət müəllimin sözünü desin, onu deməmiş keçə bilmərəm. Salam, şəhid varsın. Dağ götürdün, dağ götürdün. Üzü nurlu bir igid, arxa dayandı. Və kompozisiyada da gördüyümüz kimi məktubda kifayətə yazılır. Kifayət onun bacılarının balacasıdır, Hikmətdən böyükdür. Və Hikmətlə kifayət biraz yaxınlığı o birilərindən böyük kiçik münasibət oldu da, buna yaxınlığı daha yaxın oldu. İstəyərdim kifayət müəllimin sözü desin. Allah'ım salamlayın, hoş geldiniz. Burada bugün biz dünyaya gəlişiyle ürəkləri alovlandıran, sevindirən, öz işığıyla, öz nuruyla ürəklərə odalıq verən Hikmət adlı bir ocağın günəşin işığına çatlaşmışdır. Bu təkcə Hikmətin ocağı deyil, minlərlə, vətən uğrunda şəhid olan minlərlə Azərbaycan oğullarının qudam mərasimidir, aydınlıdır, anın mərasimidir. Hikmət qarlı bir gündə dünyaya gəlməyinə baxmayaraq o qədər oldu alovlu bir oğlandır. Sevinçli, uçsuz bucaqsız bir adaya düşsə, 10 dəqiqə ona bax lazım idi ki, o adadakı insanlarla təmas kursun. O qədər ehtiyatlıdır, o qədər gülərüzlüydür. Şəkillərin bəzilərində bir ki, düşməyinə baxmayaraq, yəqin ki, o vaxtda həmin o şəkilləri çəkindən vaxtda onun ağrısı acısı olur, vətən nəsrəti olur. Ona görə bir kəfəlik olur. Ama bax, bu qalan şəkillər, qəzetlər, heç bir şey qalmıyor, əmanətdir. Bəzi dostlarını,
və bizim yoldaşların yanında neyləri qalıb bilmirik. Bizim əlimizdə bir sarışqası, bir qələmi, bir sancağı, bir qayçısı, bir bıçağı, bu cür anlatılır. Qapılarda ağaçları, əkli ağaçları, onlar da yanıb kül olurdu. Kes toparcan. Onun bütün dəftərlərinin və kitablarının ilk səhifəsi belə olur. Allah Məhəmməd yayədi. Bayraq çəkərdi, hələ onun işinə müstəqillik var idi. Bizə də Sovet hükümətinin tərkib edildi. Altında da yazardı, bir kere ucalan bayraq bir daha enməz. Vətən mənə olur desə nədərdir? Mamur olub bayasında bilərdi. Məmməd Arazın bu bən şiirini o qədər sevərdi, dilinin əzbəri olardı. Bəli, hükümət şehit olmamışdan biraz qabaq bir ayın axırlarıydı, kəndə gəlmişdi. Sanki elə bilirdi ki, mütləq qəlbi şəhid olacaq. Bütün qol məqləmələr gəldi, dostlarıyla, sinif yoldaşlarıyla, ən axırda bizə gəldi çıxdı. Biz saatlarla söhbət elədik, keçmişdən, gələcək Azərbaycanın şəhidlənməsindən. Deyirdi, bazı, bilirsən nə olacaq? Bu torpağın altı da üstü də qızıldır. Torpağımız bir qarış qızılla bürünəcəkdir. Bax, belə yaşayacaq sizin dağlarınız, bizim dağlarımız. Vidalaşıb gedəndə bir-iki adım atdı, sonra bir də qayıtıb geri. Boynumu qucaqladı, üzümdən öpdü, cibindən bir balaca Azərbaycan bayrağı çıxartdı. Öpdü və dedi, bilirsən nə var lazım, dedim nə var qardaş. Dedi, bax bu bayraq 7 günə, çox uzaq, 10 günü Şuşada dalgalanacaqdı. Dalgalanmadı. Kimə də bayraq orada dalgalanır bilmədi. Onun kimi minlərlə oğullar o bayrağı orada dalgalandırar bilmədilər, amma onun davamçıları dalgalanırdı. O bayraq Şuşada dalgalandı, hükümətin timsalında minlərlə şəhidin ruhu şad oldu. Biz onların qarşısında baş əydik. Sağlamlığını itirən qazilərimizin qarşısında baş əydik. Bugün mən yaşlı olan şəhid bacılarını, şəhid analarını, maddi ehtiyacı, hiçbir maddi ehtiyacı yok. Bizim yalnız mənəvi ehtiyacı, mənəvi dayağa ehtiyacımız var. Salam, necəsən? Halın necə, nəyə ehtiyacın var? Bizə bu lazımdır ancaq, ondan başqa heç nə lazım deyil. Amma balaca şəhid övladları var, atalarının üzlərini görməyənlər, atalarından sonra dünyaya gələnlər, atalarını ilə ölməmişdən qabaq dünyaya gələnlər, amma ataları cəhət oldu, onların üzlərini görməyəcək. O şəhid balalarının sağlamlığını itirən, 2 gözündən, 2 ayağından, 2 qolundan olan qazi balalarına gəlin hamılıqla bir yerdə dayaqdıraq, köməkdiraq, həm maddi, həm mənəvi. O uşaqlar sağlam böyüsünlər və ürəyini böyüsünlər ki, onların atalarını ananlar var. Deyirlər ki, şəhidlər ölmür, şəhidlər ölmür. Şəhidlər ölmür, ona görə şəhidlərə ölmürlər, deyirlər ki, belə uşaqlar onları anırlar. Qazilərimizin, şəhidlərimizin döyüş yolunu həmişə işıqlandırırlar. Şəhid o zaman ölür ki, onun o uğrunda can verdiyi torpağın üzərində yaşayan millət onu unudur. O zaman şəhid də ölür, şəhidin bacıları da ölür, atası da ölür, anası da ölür, qardaşları da hamısı ölür. Bax, o gün ölürlər şəhidlər. Məndən soruşsalar, şəhid kimdir? Mən deyərdim, bir ananın yuxusuz gedədir. Bir atanın belinin qaməti, bir qardaşın arxası, dayağı, bacının nəyi biləz? Məğrurluq nişanəsi, ant yeri. Bir körpə övladın gələcək arzularıdır. Bax, biz şəhidlərimizi belə anlayırıq. Şəhidlər minlərlə arzular ürəyində qalan, minlərlə sevgilər ürəyində qalan, minlərlə yetim qalan uşaq, minlərlə ruhen bu dünyadan keçsin, atalar, analardır şəhidlər. Həm özlərinin, həm qazi qardaşlarının, həm onları dünyaya gətirib, böyüdüb, boya başa satıran ataların, anaların qarşısında diz çökürəm, baş əyirəm. Gəlin onları bir yerdə həmişə belə yad edək, onlar unudulmasın. Və son sözlərimi, bu möhtəşəm binada, bu möhtəşəm zalı bizə yeşil şərsiz qapılarını üzümüzə açan 12 nömrəli bir şey liseyinin rəhbərindən, müəllimlərdən, onların bizə burada kömək olan şagirdlərinə çox təşəkkür edirəm. Millət vəkilimizə, icra başçımıza, onun nümayəndə heyətinə, təhsil şöbəsinin sektorunun onun nümayəndə heyətinə, icra nümayəndəliyimiz, onun yoldaşlarına,
Sonra da en nihayetinde görünme deyirəm. Bizi heç vaxt öz müəllimlərini heç vaxt darda qoymuyor. Öz müəllimlərimiz ayağını həmişə bizdən əsirgəmiyor. Nə deyiriksə, hansı məsləhəti, onun gücü çatdığı qədər, özün yaşı olacaq olsa da bizə afsəqqaldır. Sirac müəllimə, məktəbimizin direktoruna. Onun müəllim şagird kollektividir və bu işdə hamımızla bərabər heç vaxt öz əməyini əsirgəməyən, canla, başla, ürəklə, hər nöqtəyə, hər vergilə, hər bir detala diqqətlə nəzər salan, beynində canlandıran Minə müəlliməyə, onun Nigar müəllimədən Nail bəyə. Bu işdə onların böyük əməyi var. Onlara təşəkkür edirəm. Hikmətin qazi dostlarına, Hikmətin böyük dostlarına, sinif yoldaşlarına, onun qonşularına, ümumiyyətlə bu zalda oturan hər bir kəsə çox sağ ol deyirəm. Çox sağ olun ki, bu günləri bizim yanımızda oldunuz, bizə mənəvi dayaq oldunuz. Çox sağ olun ki, bugün hələ də bizim yaramız qalmıyor, hələ də qaysaq tutmuyor o yara. O ürəyimizin alovlandığı bir nöqtə var, yandığı bir nöqtə var. Ona hər biriniz özünüzün gücü çatdığı qədər su səsiniz ki, alışıb yanmıyor. Təşəkkür edirəm. Hər birinizə gələn həyatlarınız var olsun. Çox sağ olun. Və hər birinizin qabı qarşısında baş əyirəm. Çox var olun.